Bugüne kimi hazırladığınız bütün tortları unudun. Bu tortun dadına bayılacaqsınız. Həm dadı, həm görünüşü sizi valeh edəcək. Qoxusunu heç demirəm. Qoxusu isə evi bürüyəcək. Bu tort mənə uşaqlığımın ən gözəl günlərini, ən gözəl xatirələrini xatırladır. Sizlər üçün bunu da bölüşmək istədim. Əvvəlcə qaba 2 ədəd yumurta, 2 xörək qaşığı şəkər tozunu əlavə edib yaxşıca qarışdırıram. Üzərinə isə 300 mg süd, 2 xörək qaşığı duru yağ, 1 çay qaşığı ucunda soda əlavə edib xəmir yoğururam. Qeyd edim ki, xəmir normal xəmir olmalıdır, ya berk olmamalıdır. Xəmir biraz gözlətdikdən sonra başlayıram kündələri açmağa. Məndə 11 ədəd kündə alındı. Bu formada kündələrə yığıb bişirirəm. Bişirdikdən sonra kündələrdən birini götürüb oxaladım. 10 ədəd kündəyi isə bu formada üzərinə krem vurub, qoz əlavə eləyib arasına tortu düzdüm. Krem qeyd edim ki, bişmiş kremdir. Bişmiş kremin resepti kanalımda var. İstəsəniz götürə bilərsiniz. Üzəri üçün isə glazur hazırladım. Glazura 2 xörək qaşığı şəkər tozu, 3 xörək qaşığı süd, 50 qram şokolad, 50 qram da kərəyağ əlavə elədim. Glazur soyana kimi isə tortun qıraqlarını kəsdim, kremlədim, oxaladığım kroja ilə bəzədim. Üzərinə isə glazuru əlavə eləyib bu formada bəzədim. Çox sadə ərzaqlarla çox dadlı tort alınır. Mütləq hazırlamalısınız. Həm görünüşü, həm dadı möhtəşəmdir. Ərzaqların dəqiq miqdarını da postun altında qeyd edəcəm. Videonu bəyənməyi unutmayın. Sağ olun, hələlik.